Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında cəmiyyətimizin ən aktual mövzularından biri olan İslam və milli bayramları müzakirə edəcəyik. Bayramlar insanları bir araya gətirən, sevgini, hörməti, həmrəyliyi aşılayan, sevinç və birlik ruhu yaradan əhəmiyyətli günlərdir. Ancaq hər bir bayramın özünə məxsus mahiyyəti var. Bəziləri dini, bəziləri isə milli xarakter daşıyır. Bəs İslam dini bu bayramlara necə baxır? Milli bayramlarımızın dini dəyərlərimizə uyğun olub-olmadığını necə müəyyən edə bilərik? Bütün bu suallara cavab tapmaq üçün qonağımız Azərbaycan İlahiyyat İnstitutunun magistr tələbəsi Peyman Xəlilovdur. Peyman müəllim, xoş gəlmişsiniz. Necəsiniz? Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm dəvətinizə görə. Biz sizə təşəkkür edirik. Peyman müəllim, mövzumuzun müzakirəsinə başlamadan öncə sizi təbrik etmək istəyirəm. Bu yaxınlarda imamlıq imtahanı vermişsiniz və çox yüksək balla da imtahanı keçmişsiniz. Arzu edirəm ki, təyinat alacağınız məsciddə vətənimizə, xalqımıza, dövlətimizə və dinimizə layiqli bir şəkildə xidmət göstərərsiniz. İnşallah, çox sağ olun, minnətdaram. Milli və dini bayramlar cəmiyyətlərin və xalqların öz kimliklərini, mədəniyyətlərini və inanclarını ifadə etdiyi əhəmiyyətli günlərdir. Hər iki bayramın mənşəyi, məzmunu və qeyd olunma səbəbləri fərqlidir. Bu fərqlilikləri nəzərə alsaq, Peyman müəllim, milli və dini bayramların fərqləri nələrdir? Bəli, çox sağ olun, çox gözəl bir sualdır. Bilirsiniz, qarşıdan həm milli bayramımız olan Novruz bayramı, həmçinin də müqəddəs Ramazan bayramı yaxınlaşır. Ümumiyyətlə, əvvəlcədən biz bunu bilməliyik ki, hər bir bayram cəmiyyətdə mühüm yer tutur. İnsanlar arasında mühüm yer tutan bir hadisədir bayramlar. Və bayramlar cəmiyyətdə milli bərabərliyin, həmrəyliyin, yardımlaşmanın, sevincin yaşandığı xüsusi günlərdir. Və əlbəttə ki, hər bir bayramın özünə məxsus yaranma səbəbi, yaranma tarixi və mahiyyəti var. Bu yüzden də bayramlar adətən bir-birindən fərqli olur. Lakin bəzi bayramlar var ki, bunların yaranma səbəbləri və tarixləri fərqli də olsa, mahiyyət baxımından bir-birinə oxşar xüsusiyyətləri var. Və biz bayramları dini və milli olmaqla iki yerə bölürük. Dini bayramlar daha çox dinin bir hissəsidir. Yəni, ibadətin bir formasıdır. Necə ki, dində namaz, oruc və s. ibadətlər olduğu kimi, bayram da bir ibadət hesab olunur. Və burada da bayramın keçirilməsinin əsas məqsədi Allahın razılığını qazanmaq, Allahın verdiyi nemətləri xatırlamaq, Allahın əmrlərinə razı olduğunu göstərməkdir. Və dini bayramlar insanların mənəvi təkamülündə çox mühüm rol oynayır. Lakin milli bayramlar isə daha çox bir xalqın tarixi və bu tarixi ərzində formalaşdırdığı dünya görüşüdür, adət-ənənəsidir, insanlara olan münasibətidir. Yəni bir bayram bir xalqın necə bir dünya görüşünə, necə bir varlığa, necə bir münasibət göstərdiyini bizə bildirir. Alimlərdən biri deyirdi ki, bir xalqın, bir cəmiyyətin necə bir mədəniyyətə sahib olduğunu bilmək istəyirsinizsə, onların qeyd etdiyi bayramlara baxın. Onların qeyd etdiyi bayram onların dünya görüşünü həmçinin əks etdirir. Dini bayramlarla milli bayramların əsas fərqi bundadır ki, dini bayramlar bir dinə mənsub olur və bu din mənsubu şəxslər tərəfindən qeyd olunur. Lakin milli bayramlar isə aid olduğu xalq tərəfindən, dinindən asılı olmadan qeyd olunur. Bu ola bilər ki, insanlar fərqli dində olsun, lakin bir xalq olaraq bu bayramı qeyd edirlər. Çox sağ olun ətraflı cavab üçün. Növbəti sualım belə olacaq ki, İslamda bayramlar bildiyimiz kimi yalnız fərdi ibadətlər deyil, həm də cəmiyyətin birliyi və sosial əlaqələrin güclənməsində mühüm rol oynayan amillərdən biridir. İslamda bayramlar cəmiyyətin sosial həmrəyliyinə bəs necə təsir edir? Əvvəlcə dedik ki, bayramlar cəmiyyətdə həmrəyliyin, bərabərliyin yaşadılmasında çox mühüm rol oynayır. Və biz İslama baxdıqda görürük ki, İslamın əsas məqsədlərindən biri insanlar arasında olan həmrəyliyin, yaxşı münasibətin, diqqət və qayğının artırılmasına yönəlir. Məsələn, bir hədisdə qeyd olunur ki, insan cəmiyyəti bir bədən misalındadır. Necə ki, insan bədənində hər hansısa bir yer ağrıyanda digər yerlərə də təsir edir və bu cəmiyyətdə də belədir. Cəmiyyətdə də hər hansısa bir problem olduqda bu bütün insanlara sirayət edir. Və bu baxımdan bu hədis bizə göstərir ki, insanlar cəmiyyətdə bir-birinə diqqətli olmalıdır, bir-birinə qayğı göstərməlidir.
Və başqa bir hədisdə qeyd olunur ki, əgər Allaha yaxınlaşmaq istəyirsinizsə, özünüzü insanlara yaxınlaşdırın. Yəni, insanlara qarşı soyuq davranmayın, qayğısız olmayın, insanlara qarşı mehriban davranın. Və İslam dinində də bayram bir ibadət hesab olunur. Və biz İslam dinində olan bayramlara baxanda görürük ki, bayram anlayışına ümumiyyətlə bu fərdi ibadətdən, fərdi hadisədən daha çox cəmiyyətə yönələn sosial bir hadisədir, sosial bir ibadətdir. Məqsəd nədir? İnsanların bir-birinin qayğısına qalması, maddi olaraq bir-birinə yardım göstərməsi, insanların bir-birinin hal-əhval tutması, bütün bunlar İslamın əsas nəzərdə tutduğu prinsiplərdir. Bayramların, yəni İslamda əsas məqsədi cəmiyyətdə insanların bir-birinə münasibətinə təsir etməkdir. Bu münasibəti yaxşıya doğru inkişaf etdirməkdir. Cəmiyyətdə məsuliyyət hissini, insanların bir-birinə olan diqqətini və qayğısını daha da inkişaf etdirməkdir. Məsələn, Ramazan bayramını misal göstərmək olar. İnsanlar bir-birinə evinə dəvət edir, bir-birinə süfrə açır, maddi olaraq bir-birinə yardım göstərir. Məsələn, hədislərdə var ki, oruclu bir şəxsə bir stəkan su verərsənsə, Allah qatında çox böyük bir mükafat əldə etmiş olarsan. Yəni, İslamda, Abbas müəllim, biz baxdığımızda görürük ki, Allahın razılığı fərdi ibadətdən daha çox insanların bir-birinə yardım etməsinə bağlıdır. İnsanlar bir-birinə yardım etdikdə, bir-birini sevindirdiyi təqdirdə Allahı sevindirmiş olar. Çox gözəl cavabınız üçün Peyman müəllim, siz bayaq Ramazan ayına, Ramazan bayramına da toxundunuz. Biz hal-hazırda Ramazan ayında içərisindəyik. Ramazan ayınız mübarək olsun. Sağ olun. Bütün xalqımıza, millətimizə Ramazan ayının daha xeyirli olmasını arzu edirik. Cənab Prezidentimiz İlham Əliyev çıxışlarının birində belə deyir: bizim dövlətçiliyimizin möhkəmlənməsində və xalqımızın birliyinin güclənməsində milli bayramlarımız mühüm rol oynayır. Onlar bizim tarixi keçmişimizi, mədəniyyətimizi və müstəqilliyimizi yaşadır. Sualım bundan ibarət olacaq ki, İslam dini milli bayramlara necə yanaşır? Biz bilirik ki, İslam dininin milli bayramlara yanaşması, özünə məxsus bir yanaşması var. İlk öncə bunu qeyd edək ki, İslamda bayram iki dənədir. Bunlar yəni dini olaraq Ramazan bayramı və Qurban bayramıdır. Lakin İslam dini digər bayramları da bir dəfəlik ləğv etmir. Bəzi insanlar düşünür ki, İslam dinində digər bayramlara yer yoxdur və bu üzdən də müsəlmanlar digər bayramları, məsələn, milli bayramları qeyd etməməlidir. Lakin İslam dinində bu belə deyil. Sadəcə olaraq İslamın əsas təlimi hər hansısa bir fəaliyyətin və ya bir tədbirin İslamın əsas dəyərləri və prinsiplərinə uyğun keçirilməsidir. İslamın əsas məqsədi budur ki, insanları xurafatdan və xurafata meyillikdən çəkindirsin. Yəni, insanları mənəvi və əqli olaraq geri salan, istənilən bir şey İslam dini qadağa qoyur. Və milli bayramlara da İslamın münasibəti bu şəkildədir. İslamda bayram anlayışı yalnız əylənmək, sevinmək deyil. Düzdür, İslam dini sevinməyin və əylənməyin qarşısını almır. Sadəcə olaraq İslamın bayram anlayışında daha çox insanların bir-biri ilə həmrəy olması, bir-birinə yardım etməsini İslam dini bizə əmr edir. Və belə olduğu təqdirdə əgər bir bayram vətən sevgisini, xalqa yardımlaşmanı, insanlara məhəbbəti təşviq edirsə, bu bayramın keçirilməsini İslam dini ləğv etmir. Əksinə olaraq İslam dini bu bayramların keçirilməsini təşviq edir. Bəs İslam dini burada nə rol oynayır deyə soruşsa, İslam dininin burada əsas funksiyası odur ki, biz bilirik ki, təəssüf ki, bəzən tarix ərzində bayramlar formalaşarkən, xüsusilə milli bayramlar, bəzən xurafat meyilli ünsürlərin təsirinə məruz qalır. Və insanlar bayramın əsl mahiyyəti ilə bu xurafat ünsürlərini bir-birindən ayıra bilmirlər. Və bu üzdən də təəssüf ki, bəzən xüsusilə gənc nəsildə milli bayramlarımıza qarşı bir soyuqluq, etinasızlıq var. Bunun səbəbi gənclərin bayramın əsl mahiyyətini başa düşməməsidir. Və İslam dini burada artıq əsas funksiyası bu xurafat düşüncələrini aradan aparmaqdır. Xurafat meyilli düşüncələri, ünsürləri aradan apararaq İslam əsl bayram mahiyyəti, bayramın necə olduğunu bizə bildirir. Və əslində İslam milli bayramların da kimliyini və mahiyyətini qorumuş olur. Biz milli bayramlara toxunduq. Milli bayramlara toxunduğumuz zaman Novruz bayramından yan keçə bilmərik. Bildiyimiz kimi Novruz bayramı qədim tarixi köklərə malikdir və bir çox müsəlman xalqlar tərəfindən də qeyd edilir.
Peyğəmbərimizin fikirlərinə də baxdığımız zaman, yəni İslamdan kənar, bayaq siz dediyiniz kimi İslamın ən böyük bayramından kənar bizim digər bayramlarımız da var. Peyğəmbərimizin dövründə də digər bayramlar keçirilir. Peyğəmbərimizin fikrini soruşduğumuz zaman isə, yəni fikirlərinə diqqət etdiyimiz zaman dini bayramlardan kənar bayramlar haqqında bizə ehtiyatlı davranmağı tövsiyə edib. Amma qadağan da etməyib, hər hansı bir qadağa qoymayıb. Sualım nə olacaq? İslamın Novruz bayramına münasibəti necədir? Bildiyimiz kimi bu bizim milli bayramımızdır. Bəli, əvvəla bunu qeyd edək ki, sözümüzün əvvəlində də dedik ki, bəzi bayramlar var ki, onların yaranma səbəbi və tarixi bir-birindən fərqli olsa da, mahiyyət baxımından çox oxşarlıqları var, oxşar xüsusiyyətlərə sahibdirlər. Və biz dedik ki, İslamda bayramın məqsədi Allahın razılığını qazanmaq, Allahın verdiyi nemətləri xatırlamaq, Allahın verdiyi nemətlərə şükr etməkdir. Və biz milli bayramımız olan Novruz bayramına baxdıqda İslamın bu məqsədlərini, bu prinsiplərini Novruz bayramında da görə bilirik. Novruz nədir? Novruz bir xalqın, bir cəmiyyətin, təbiətin yenidən canlanmasına, ağacların, güllərin çiçək açmasına olan reaksiyası, sevilməsidir. Quran-ı Kərimdə də qeyd olunur ki, təbiətin canlanması Allahın nemətlərindən və nişanələrindən biridir. Və insanlar Novruz bayramında nəyi qeyd edir? İnsanlar bir araya gəlir, insanlar küsürlər varsa barışır, maddi imkanı olanlar maddi imkanı olmayanlara yardım göstərirlər, hətta ölmüş yaxınlarının məzarını ziyarət edirlər. Bütün bunlar biz görürük ki, İslamdakı əsas prinsip və dəyərlərdən biridir. Və biz dedik ki, bayram, hər bir bayram xalqın dünya görüşünü əks etdirən ən əsas amillərdən biridir. Və Novruz bayramı Azərbaycan xalqının necə humanist, yardımpərvər, təbiətə qayğı göstərən bir toplum, bir cəmiyyət olduğunu bizə göstərir. Və biz İslam tarixinə baxdıqda görürük ki, İslam dini erkən dövrdən etibarən Azərbaycanda geniş və sürətli şəkildə yayılmağa başlamışdı. Çünki İslamın bizə təqdim etdiyi əsas prinsiplər olan mərhəmət, bağışlamaq, yardımlaşmaq, məsuliyyət hissi, bunlar onsuz da Azərbaycan xalqının yaşam tərzi idi. Və bu üzərində İslam dini çox rahat bir şəkildə Azərbaycanda yayılmağa başlamışdı. Bəs İslam dininin Novruz bayramına olan münasibəti burada, yəni funksiyası nədir? İslam dini yenə burada xurafat meyilli ünsürləri təmizləməklə məhdudlaşır. Məsələn, qapı pusmaq, ölülərin məzarlarının üzərinə şirniyyat qoymaq, onsuz da bunlar indiki dövrdə müasir düşüncə ilə düşündükdə xoş olmayan, bəyənilməyən şeylərdir. Məsələn, qapı pusmaq bir ailənin ailə daxili münasibətlərinə, gizlin olan mövzularına müdaxilə etməkdir, toxunmaqdır və ya qəbirlərin üzərinə şirniyyat qoyulması, bunların məntiqi olaraq da həmin ölən şəxs üçün heç bir faydası yoxdur. İslam dini bunun əvəzində təqdim etdiyi budur ki, həmən şirniyyatı maddi imkanı zəif olan birinə verəsən və onun əvəzində həmin ölmüş şəxsin məzarı başında dayanıb onun bağışlanması üçün dua edəsən. Yəni, bayramın əsl mahiyyətini İslam dini ortaya qoyur. Belə başa düşürük ki, İslamın mahiyyətinə zərəri yoxdursa, bayramları keçirməkdə bir nöqsan yoxdur. Əlbəttə. Bizim üçün daha faydalıdır ki, nəinki əksi. Bəli, əlbəttə o şəkildədir eynən. Ümummilli liderimiz Heydər Əliyevin belə bir fikrini qeyd etmək istəyirəm. Milli mənəvi dəyərlərimiz bizim ən böyük sərvətlərimizdən biridir. Biz bu dəyərləri qorumalı və gələcək nəsillərə ötürməliyik. Milli bayramlarda dini dəyərləri qorumaq üçün nələrə diqqət etməliyik? Milli bayramlarda dini dəyərləri qorumaq üçün xüsusilə bir neçə mühüm məsələyə diqqət yetirməliyik. Burada ilk öncə halal və haram məsələsidir. Allah Taala'nın bizə halal ruzi olaraq verdiklərindən istifadə etməliyik. İkincisi isə israf məsələsidir. Allah Taala Quran-ı Kərimdə buyurur ki, Allahın sizlər üçün verdiyi halal nemətlərdən yeyin, için, amma israf etməyin. İnnallaha la yuhibbul musrifin deyir. Yəni Allah Taala israf edənləri sevməz. İsraf nədir? Yəni lazım olduğundan artıq istifadə etmək, ehtiyacdan artıq istifadə etmək. İslam dininin bəyənmədiyi əməldir bu.
Və üçüncüsü, bayramın mahiyyətini unutmamalıyıq. Yəni, bayramın əsl mahiyyəti yardımlaşma, insanların bir-birinə dəstək olması, insanların bir-birini sevindirməsi və bayramlar milli dəyərlərimizin, dini dəyərlərimizin yaşadıldığı xüsusi əlamətdar günlər olmalıdır. Biz bu bayramlarda xüsusilə gənc nəslə milli və dini dəyərlərimizi doğru və düzgün şəkildə başa salmalıyıq. Onlara doğru və düzgün şəkildə milli və dini dəyərlərimizi izah etməliyik. Yəni, bayramın əsl mahiyyətini onlara göstərməliyik. Peyman müəllim, dəyər verib gəldiyiniz üçün, suallarımıza ətraflı cavab verdiyiniz üçün sizə İslam Deyir ki, verilişi adından dərin təşəkkürümüzü bildirdik. Çox sağ olun. Siz də sağ olun, mən də dəvətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Bugünkü mövzumuzun müzakirəsindən bu qənaətə gələ bilərik ki, İslam dini bayramların mahiyyətinə böyük önəm verir və onların insanlara nə qədər faydalı olub olmamasına diqqət çəkir. Bayramları qeyd edərkən İslam dəyərlərini qorumaq, insanlara sevgi, yardımlaşma və birlik ruhu ətrafında birləşdirmək əsas məqsədimiz olmalıdır. Növbəti cümə günü görüşmək ümidi ilə Allaha əmanət olun.